Salam dostlar, hər vaxtınız xeyir olsun. Mən Əliyeva Nərmin. YouTube kanalıma xoş gəlmisiniz. Sizlərə dəstək məqsədi ilə qəbula az qalmış, ta 2014-cü ildən 2025-ci ilə qədər qəbula düşən sualları analiz eləyəcəyik və sual tiplərini görəcəyik və bu sual tiplərini hardan başlayaraq düşünməliyik? Bunların asan yolları nədir? Yəni gəlin, sözümün canı odur ki, gəlin qulağımızı belə yox, belə qaşmağı öyrənək və bir-bir suallara baxaq. Getdik. Aha. Birinci sualımız dediyim kimi 2014-cü ildən başlayırıq. Asandan çətinə doğru gedəcəyik. Yəni demək olar ki, hər il fonetika sualı düşür. Ona görə də fonetikadan ehtiyatlı olun. Biz burada görürük 10-cu sualda deyir ki, üzürlü və hökümlü sözlərinin fonetik xüsusiyyətlərlə bağlı ortaq olmayan fikri müəyyən eləyin deyir. Dostlar, görürsünüz, burada nə xoş sizə ki, altından xət çəkib. Ona görə də mən adətən uşaqlarıma nə edirəm? Deyirəm, gözünüzü yumun, şərtə təzədən mənə deyin. Siz şərti oxumamış, keçirsiniz suala. Belə səhvə eləməyin. Şükür Allah, əlinizdə qələm var, kağız gözünüzün qabağındadır. Bir oradan baxın, düzdürmü, düz deyilmi, ortaq olanı mı soruşur, ortaq olmayanı mı soruşur, səhvi mi soruşur, düzü mü soruşur, aid olanı mı soruşur, aid olmayanı mı soruşur. Bunların hər birinə diqqət edib, gedib bu səhvi eləyib gəlməyin bizim üstümüzə, xahiş edirəm. Bu səhvi eləyənlərin dişi ağrısın inşallah, amin. Hər nəysə, şərti oxuyub anlayandan sonra keçirik indi variantlara və şükür Allaha yenə də əlimizdə dəftər qələmimiz var və yazın. Üzürlü sözünün təhlili necədir? Üzürlü. Ülərin nöqtələrini də qoyaq. Ümumiyyətlə, dostlar, L-nın R-yə keçmə qaydasına diqqət eləyin. Məsələn, L dəyişkən bir samitdir. Məsələn, oğlanlar sözündə oğlanlar, qızlar sözündə qızlar, nə bilmə, la, nan kimi tələffüz olunur. Bu kimi nüanslara diqqət edin, nə arzu düşəcək yəni bunlar. Sonra, hökümlü sözündə isə dəyişmir. Hökümlü sözündə bu cür olacaq. Hökümlü. Əla. Sadəcə ü artırıldı. Aha. İndi dostlar, fonetik təhlil zamanı nəyə fikir vermək lazımdır? Bizim bir dənə burada qaydamız var. Düzdür, BCDG qaydası var, N-ın keçmə qaydası var və s. kimi çox qayda var. Amma ki, siz bu qaydanı bilməsəniz, fonetika ilə bağlı bildiyiniz hər şeyi apar tulla. Yadda saxlayın ki, Azərbaycan dilində hav qaydası var. Hav. Hav qaydası var. Bir də ki, S qaydası var. S. Hav qaydası, yəni heca, ahəng və vurğu. Xəttimə fikir verməyin, xəttim biraz mənim səliqəsizdir. Vurğu. Sizdən şərtdə əgər soruşsa ki, heca, ahəng qanunu və vurğu sözünü görsəniz, o zaman sözün şərtdə olan hissəsinə, yəni yazılışına baxacaqsınız. Yox, əgər sizdən, baxın, sait, samit, səs sözünü görsəniz şərtinizdə, məsələn, A variantında sait sözünü görürəm, B variantında sait sözünü görürəm, C variantında vurğu sözünü görürəm. Yəni, sən sait, samit və səs sözünü görsən şərtdə, özün yazdığın tələffüzə baxacaqsan. Yəni, sait, samit səsi görsən, tələffüzə baxacaqsan, amma heca, ahəng qanunu, vurğu sözünü görsən, yazılışa baxacaqsan. İndi buna uyğun olaraq gedək. Hər iki sözdə yalnız dodaqlanan saitlər işlənmişdir. Yazılışa baxıram, görüm. Daha doğrusu tələffüzə baxım, görüm, əstəğfurullah. Ü, əla. Yəni də ü. Hökümlü sözünlər bu formada. Yəni demək düzdür. Hamısında dodaqlanan saitlər var. Hər iki sözü incə saitlərin ahəngi gözlənir. Yəni sait deyirsə, yenə hara baxacam? Tələffüzə baxacam. Çünki SSS qaydamız var. Yenə də bəli, hamısı incə saitlərdir. Vurğunu ən axıra saxlayın dostlar, həmişə. Yəni biz burada maksimum necə deyim, vaxt qazanırıq. Vurğunu ən sona saxlayın. Hər iki sözdə yazılışından fərqli tələffüz olunan samit var. Samit deyirsə, yenə tələffüzə baxacağıq. Bəli, L R-ya keçdi üzürlü sözündə, amma hökümlü sözündə sadəcə ü artırılmışdı. Baxın, vurğunu düşünməklə artıq vaxt itirmədim və bu ortaq olmayan fikirdir. Çünki üzürlü sözündə L R-ya keçsə də, hökümlü sözündə samitin dəyişməsi hadisəsi yoxdur. Ona görə də onun sualının düzgün cavabı D variantıdır. Keçdik. Köməkçi diksiyələrinə aid səhv fikirlər müəyyən edəcəyik.
Bəziləri əsas sintaksiya ilə amonimi təşkil edir. Təbii ki də siz əgər qəbula hazırlaşırsanız, artıq bunu bilirsiniz ki, əsas sintaksiyası ilə köməkçi sintaksiya amonim olur. Məsələn, ay oğlan mənə bax, nida kimi. Bir də ki, göydəki ay, noyabr, dekabr, yanvar, fevral və s. kimi aylar. Əvvəl sözü həm zərf olur, həm də ki, qoşma olur. Bu, en qədər söz deyə bilərik bu qədər. Ona görə də bir düzdür, variantlarla işləyin. Çünki biz burada vaxta qarşı işləyirik. Bizdən səhv fikirləri deyir. Bir qismi söz cümlə kimi işlənə bilmir. Düz deyir dostlar. Söz cümlə kimi işlənə bilənlər hansılardır? Ədiş, moduş, nidiş. Ədat, modal sözlər və nidalar söz cümlə kimi işlənir. Amma bağlayıcılar, qoşmalar söz cümlə kimi işlənə bilmir. Ədiş, moduş, nidiş yadda saxlayın. Bu düz fikirdir. Söz yaradıcılığında iştirak edir. Xeyr. Köməkçi sintaksiyası söz yaradıcılığında iştirak eləyə bilmir. Məsələn, yeni söz yarada bilməz və yaxud da ki, nə bilmə, mürəkkəb sözün tərkibində falan olum və s. kimi istisna vəziyyətlərdir, yəni. İştirak eləyir demək səhvdir. Baxın, 3-ü götürəcəm. Digər köməkçi sintaksiyalarından fərqli olaraq qoşma müstəqil xəbər kimi. Xeyr. Bax, ay qoşma, sən nə karəsən ki, müstəqil olasan? Nə karəsən? Ümumiyyətlə, köməkçi sintaksiyası müstəqil oldu, özü söz yaratdı, zat bəsdir də. Bəsdir, elə şey yoxdur. Asılı olar. Bax, bu müstəqil sözü burada bunu pozdu. Demək, 4-də səhvdir. Bütün köməkçi sintaksiyaları sözləri həmçinin həm də ayrı yazılır. Xeyr. Sən Allah, mən modal sözü niyə sözə biçik yazım? Modal sözü mən niyə sözə biçik yazım? Ümumiyyətlə, baxın, bu da bir toz variantdır ki, həmişə, bütün, hər zaman və s. kimi sualları görəndə dostlar, sualın başını buraxın, o səhv olacaq. 90% səhv olacaq. Nətər yəni bir istisna yoxdur da, yəni. İstisna həmişə var dostlar. Ona görə də onun başını buraxın. Demək 5 də səhvdir. Cavab olacaq burada 3, 4 və 5. Getdik digər. Cümlələrin birində sadə sifət xəbər vəzifəsində işlənmişdir. Dostlar, əgər xəbər vəzifəsi, ümumiyyətlə mübtəda tamamlıq və s. görürsünüzsə, birbaşa gedin təhlil eləyin cümləni. Təhlil eləməmiş, cümlə üzvünün adını orada görüb təhlil eləməmiş, suala girişməyin. Çünki səhv eləyəcəksiniz. Çünki mütləq şəkildə sizi aldadacaq o. Bəlkə, nə bilmə, burada bir tərkibin içindədir, bəlkə hərəsi bir ismi birləşmənin içindədir, bəlkə orada bir fırıldaq vardır. Ona görə təhlil eləyin. Əzizləyir sözü, ana körpəsini əzizləyir. Əzizləyir nə edir? Sifət deyir, dostlar, baxın. Sadə sifət xəbər vəzifəsindədir. Yəni, mən xəbər vəzifəsini bilmirəm. Sadə mürəkkəb sədrları bilmirəm hələ ki. Belə suala geniş baxanda əzizləmək nə etməkdir da? Yəni, mən bunun başını buraxıram. Yaxşılaşır. Müəllim, yaxşı sifətdir. Xeyr, yaxşılaşmaq feilidir bu. Nə edir? Sual verdi, qardaş. Getdi. Yaxşını biləndir. Nə edəndir? Nə etmək sualına cavab verir. Bu da getdi. Qaldı mən 2 dənə variant arasında qalacam. Əla. Sonra, mən sənin qələbə çalmağına şadam. Hə, şad. Necə? Şadam, necəyəm? Maraqlıdır. Necədir? Hə, sifətim sualına gəldim. İndi baxacam görüm, sadə hansıdır? Maraqlıdır sözündə maraq sözünün kökü leksik şəkilçidir. Ona görə də qalır burada nə? Şadam. Dostlar, ümumiyyətlə bu sadə cətmə mürəkkəb məsələsində də bunlara diqqət edin. Düzü çox xırdalığına girirəm hazırda. Amma sözə sual verin dostlar. Sözə sual verəndə sualda qalan şəkilçi qrammatik şəkilçidir. Məsələn, şadam, necəyəm? Necəyəm? Baxın, am, əm, yam, yam şəkilçisi qaldı sualda. Düzdürmü? Demək, bu qrammatik şəkilçidir. Buna qrammatiki qoydum. Şad da demək sözün köküymüş. Sonra maraqlıdır. Necədir? Necədir? Düzdürmü? Bax, burada da dır, dir. Demək, dır qrammatikdir. Burada da dır qrammatikdir. Qalanları leksik olacaq. Maraq sözünün köküdür. Bu leksik şəkilçidir. Aydın oldu. Və ümumiyyətlə, sözün hansı sintaksiyasına aid olduğunu bilmək istəyirsinizsə, mən bunu nəyə görə dedim? Sözdəki qrammatik şəkilçini tulluyun. Məsələn, şadam, nəyəm də deyə bilərsiniz də. Amma bunu am, əmi buradan çıxın, yerdə qalsın şad. Şad sözünə gedin ayrılıqda sual verin. Şad, necə? Və yaxud da ki, maraqlıdır. Bu dırı buradan tulluyun, maraqlı. Maraqlı sözünə ayrıca sual verin. Necə? Başa düşdünüz? Ya da ki, baxın, yaxşı biləndir. Burada dır diri atdım da, kimdir? Baxın, kimdir? Elə bilərsiniz ki, bu isimdir. Amma gedin yaxşı bilən sözünə, yaxşı bilmək sözünə, burada anənlə qrammatikdir. Yaxşı bil, nə et? Yəni, qrammatiki tulluyun, yerdə leksik şəkilçilərlə baxın, görün sözü, bu söz hansı sintaksiyasıdır. Amma hər halda, yəni burada da cavabı bildik ki, D variantıdır. Şad sözü sadədir və sifətdir. Aha, gəldik 6-cı suala. Şirzada tənəli sözlər atıb tikanlı gözlərlə baxan pərişan birdən dilləndi. Cümləsinin
Morfoloji təhlilindəki səhv. Morfoloji deyəndə nitq səsi cəhətdən səhvlər deyir bizə. Pərişan və gözlərlə adlı xalda işlənmiş isimlərdir. Hə, pərişan adam adıdır. Deyir Şirzada tənəli sözlər atıb tikanlı gözlərlə baxan pərişan. Birdən dilləndi. Gözlər sözünə də baxıram. Nə ilə? Qoşmalı sözdür. Hə, adlı xaldadır. Lalə kim ilə nə ilə qoşmasıdır və gözlər cəm şəkilçisində, cəmdə olan isimdir və hə, adlı xaldadır. Burada bir problem görmürəm. Şirzada ismi yönlük, sözlər ismi isə adlı xaldadır. Baxaq. Hə, ümumiyyətlə bax mən görürəm ki, burada nə edirsiniz? Görürsən ki, ay canım, hal şəkilçilərim hansılardır? In, I, A, sonra nə bilim, da, dan. Bunlar yoxdur da qardaş. Oysa mənim yoxdur da adlı xaldadır. Eləməyin qardaş. Onu cahil adam eləyək ki, sən bloka hazırlaşırsan. Bloka hazırlaşan adam mənim şəkilçi yoxdur da adlı xaldadır eləməz. Əgər şəkilçi yoxdursa, nə edirsən? Demək 3 versiya var. Bu söz ya adlı xaldadır, ya qeyri-müəyyən yəli aldadır, ya da qeyri-müəyyən təsirli aldadır. Əgər şəkilçi yoxdursa, bu üçündən biri olmalıdır. Aydın oldu. Əgər ki, yəli aldadsa, yəli alın şəkilçisini qoy. Təsirli aldadsa, təsirli şəkilçisini qoy, yaraşacaq. Adlı xaldadsa heç biri yaraşmayacaq da, yəni məntiqi cəhətdən. Asan baxın, dostlar, suallara. Mən belə heç vaxt başa düşmürəm, təsirli aldad deyib beyninizi bloklamayın. Qardaş, təsirli şəkilçisini qoyarsan da. Tənət tikana sözləri atıb. Demək olmaz, onu atıb. Laf ümumiyyətlə gördün ki, şəkilçidə yaraşmadı. Sözü oradan çıxart. Tulla sözü. Demirəm ha, əvvəlinə qoy. Sözü oradan çıxart. Demir sözlər sözü adlı xaldadır. Sözü buradan çıxart. Yerinə o qoy. O atıb. Yerinə o qoya bilirsənsə adlı xaldadır. Onu qoya bilirsənsə təsirli haldadır. Onun qoya bilirsənsə yəlik haldadır. Baxın, sözü oradan çıxartdım. Əvvəlinə yox ha, sözü oradan çıxartdım. Yerinə onun qoydunsa yəli aldı. Onu qoydunsa təsirli aldı. O qoydunsa adlı xaldadır. Deyə bilərəm ki, o atıb tikanlı gözlərlə baxan pərşən birdən dilən. Deyə bilmərəm. Onu atıb tikanlı gözlərlə baxan, onu atmaq. Onlar da at nə yat demək təsirli al demişlər. Demək iki qələt eləyir, səhv deyir. Sualla danış yenə dostlar. Qələt eləyirsən, kiri, sakit dur. Səhv deyirsən qardaş. Belə danışın sualla. Tənəli tikanlı isimdən yaranan sifətlərdir. Aha. Tənəli sözlər tikanlı atıb tikanlı gözlərlə. Bəli, bu düzdür. Tənə isimdir, danlıq məzəmmət deməkdir. Tikandakı düzdür. Baxan feili sifət, atıb feili bağlama. Dilləndi, xəbər şəklində işlənmiş düzəltmə feildir. Aha. Deyir ki, baxan feili sifətdir. Gözlərlə baxan düzdür. Atıb feili bağlamadır. Söz atmaq, bu əslində mən söz atmaq frazoloji birləşmədir. Frazoloji birləşmənin ikisi bir feildir. Mən frazoloji birləşmənin içinə girə bilmərəm. Ona görə də bu getdi. Dostlar, suallar geniş baxın. Atıb sözü deyirsə, ona təkcə atıb sözünə baxmayın. Görürsünüz ki, orada söz atıb yazılıb. Ona görə də 4 səhvdir. Çünki dostlar, məsələn, mən deyə bilərəm ki, cin atına minmək sözündə cin isimdir, at isimdir. Xeyr. Frazoloji birləşmənin içinə girməyin. Mümkün deyil. Birdən deyir, ay frazoloji birləşmə əsas tərəfində cin sözü var, asıl tərəfində nə falan sözü var. Xeyr. Əsas asıl tərəfi yoxdur. Unudun bunu. Ona görə də 4 da səhv olacaq. Birdən isimləşmiş saydır. Birdən deyilən nə zaman? Bu düz zərfdir. Nə olar isimləşmiş say? Çıxışlı halda işləmişdir. Xeyr, birdən. Nə zaman? Dostlar, çıxışlı haldısa, çıxışlı halın sualı var. Kimdən, nədən, haradan? Haradan dilləndi, yoxsa nə zaman dilləndi? Çıxışlı sualına cavab verir. Ona görə 5 də səhvdir. Səhvləri deyir müəyyən edin. O halda olacaq 2 səhv oldu, 4 səhv oldu, 5-dəki səhv oldu. Aha. Getdi. Sonra gəldik 15-ci suala. Çox gözəl suallarımızdan biridir bu da. Aha. Şəxsi cümlə, ümumi şəxsi cümlə və qeyri-müəyyən şəxsi cümlə. Gəlin bunların ümumi olaraq qaydalarını deyək, təkrarlayaq. Şəxsi cümlənin mübtədəsi olmur. Qardaş, özünü öldür, yerə çırp. Nə edirsən elə, mübtədə düşünə bilməyəsən. Məsələn, gecdir. Bu bir şəxsi cümlədir. Əvvələ nəsə artır. İndi gecdir. Nə zaman? Görsən, əlavə elədiyin sözdə zərflik oldu. Nə zaman gecdir? Mübtədə artıra bilməzsən. Yəni, özünü öldürüb mübtədə tapa bilməzsən bu cümləyə. Getdi, həm ismi xəbərli olur, həm də feili xəbərli olur və s.
Ümumi şəxsi cümlə. Dostlar, ümumi şəxsi cümlənin sonu ya san səndən bitir, ya larlərdən bitir. Hamıya aid olur və mübtəda olmur. Mübtəda olan yalnız və yalnız müəyyən şəxsi cümlədir. Mübtədası olan yalnız və yalnız müəyyən şəxsi cümlədir. Bunu yadda saxlayın. Məsələn, C-ni bəri başdan atıram. Burada müəyyən şəxsi cümlə igidin yaraşığıdır. Nə? Ehtiyat. Mübtəda var. Ola bilməz müəyyən şəxsi cümlədir. Ona görə C-ləri atıram gedir. C-ləri atıram gedir. Burada da C var. Bunları da atdım getdim. Sonra başqa. Ananın gözləri yol çəkirdi. Qurtdan qorxan. Bax, qoyun saxlamaz. Kim? Qurtdan qorxan. B-də də mübtəda var. B-ni də atıram. B-ni də atıram. Cavabım qaldı E variantı. Gördünüz? Çünki əgər birdən deyə bilərsiniz, ay müəllim, qurtdan qorxan qoyun saxlamaz, hamıya aiddir, atalar sözüdür. Cahil. Atalar sözünün hamısı ümumi şəxsi cümlə deyil. Əgər mübtədası olmasa, sonra larlərdən sansənlə bitsə, onda olar ümumi şəxsi. Mübtəda yoxdur. Mübtəda varsa konkret, müəyyən şəxsi cümlədir. Aydın oldu? Mübtədası olan cümlə müəyyən şəxsi cümlədir. Aha, keçdik bu sualdır. Gördünüz nə asan? Aşağıdakı fikirlərdən hansılar doğrudur? Aha, ən sevdiyim suallardan biri də budur. Yiyəlik və təsirlik hallar həm müəyyən, həm də qeyri-müəyyən bilir. Hə, düzdür. Yiyəlik və təsirlik. Müəyyən yiyəlik, qeyri-müəyyən yiyəlik, müəyyən təsirlik, qeyri-müəyyən təsirlik, düzdür. İsim cümlədə yalnız bir tamam olur. Xeyr, təyin də olar. Niyə olmasın ki? Məsələn, deyirəm ki, müəllim Nərimin səni çağırır. Və yaxud da ki, dəmir qapı Dərbənd. Hansı qapı? Dəmir. Yəni, iki qələt eləyir. Baxın, gördünüz, yenə burada yalnız sözü var. Yalnız, həmişə, bütün. Bu kimi sözlər gördünüz, qaçın dostlar. Bilin ki, o səhv olacaq %90%. 2-ni atdıq. %100 demirəm, amma 90% deyirəm. Mənsubiyyət şəkilsi qəbul etmiş isim adlı halda ola bilməz. Niyə ola bilməz? Hal şəkilsi yoxsa mənsubiyyət zaten adlı hal deməkdir də. Məsələn, qardaşlarım gəldi. Kim? Qardaşlarım. Bu demək 3 də səhvdir. Nə asan düşüb? 2014-də çox asan düşübmüş, gördünüz. Təsirli halda olan isim tamamlıq olur. Hə, ola bilər. 4 düzdür. Adlıq yiyəlik təsirli hallar nə sualına cavab verir ki, qeyri-müəyyənlik bildirir. Adlıq hal niyə qeyri-müəyyənlik bilir? Adlıq halın qeyri-müəyyəni mi var? Bu nə absurd sualdır. Bir də bunu yadda saxlayın ki, dostlar. Qeyri-müəyyən təsirli halla qeyri-müəyyən yiyəlik hal həmişə nə sualına cavab verir? Məkan bildirsə də, insan bildirsə də, heyvan bildirsə də, nə bildirirsə bildirsin, nə sualına cavab verəcək? Məsələn, Şuşa qalası deyəndə birdən deyək ki, Şuşa sözü hara sualına cavab verir? Ay müəllim, hərdə hara sualına cavab? Xeyr. Şuşa qalası nə qalası? Həkim xalatı nə xalatı? Sürücü sərnişin mindirdi. Sərnişin qıraqda baxıram, kim sualına cavab verir? Hə. Amma sərnişin mindirdi deyəndə nə mindirdi deyəcəm. Yəni, bir də sizə deyər ki, hansı cümlədə insan anlayışı bildirən söz nə sualına cavab verir? Bu zaman siz qeyri-müəyyən təsirli və qeyri-müəyyən yiyəlik axtarın. Çünki o həmişə kimliyinə sumaraq nə sualına cavab verir. Oldu mu? Əla, dostlar, ekran deyirəm, videonu bəyənməyi unutmayın, abunə olmağı unutmayın. İndi 2014-ün suallarına baxdıq. Son növbəti videolarda 2015, 2016, 2017, düz 2025-ə qədər suallara baxacağıq. Belə asan yollar öyrənmək istəyirsinizsə, suala hardan yanaşmalısınız, suala necə baxmaq lazımdır? Hər bir ümumiyyətlə dostlar, mən həmişə deyirəm ki, hər bir mövzunun 2-3 dənə cümləsi var. Mən çalışacağımsa bu cümlələri deyim. Yəni, bu cümlələri biləndən sonra biləsiniz ki, əslində asan imiş. Məsələn, bayaq gördük şəxsi cümlə, müəyyən şəxsi cümlə necə həll edirik? Bu qəbula düşmüş real suallardır dostlar. Ona görə də izləmədə qalmağı unutmayın. Gündə heç olmasa bir dəfə gülümsəməyi unutmayın. Sağ olun.